Boksa yeni başlayanların etdiyi ən böyük səhv məşq zamanı ayaqlardan istifadə etməmələridir. Uşaqlar, boksda bildiyimiz kimi ayaqlar çox vacibdir. Zərbənin gücündə, müdafiədə çox böyük rolu var və ayaq məşqi işləmək çox önəmlidir. Hansı məşqləri işləyə bilərik evdə? Bir raund boyunca baxın, bu vəziyyətdə işləyirik bir raund. Sonra bunu dəyişirik, ikinci hərəkət. Ayaqları bu vəziyyətdə atırıq. Üçüncü raund işləyirik. 1, 2, 3, pəncədə dəyişdiyi yeri. 1, 2, 3, pəncədə dəyişdiyi yeri. Sonra bunu işləyə bilərik bu vəziyyətdə. Ayağımızı saxlayıq burada. Atdın qabağa, arxaya, qabağa, arxaya. Sonra bunun bu vəziyyəti də var. Dəyişdin, dəyişdin, dəyişdin. Bu hərəkətlər çox önəmlidir, çox rol oynayır. Ayaqlar ki, döyüş zamanı rəqibə zərbə vurarkən ayaqla yerində oynamalısan, müdafiə zamanı da addımlar arxaya, qabağa, bunları işlətmək lazımdır.